Ben Mamedov Xaliq Ziyəddinoğlu, Kəlbəcər rayon sakiniyəm. Hal-hazırda mənim bacım əvvəl bu 919 nömrəli evdə olubdu, şəhid ailəsi olubdu. Onun su ilə bağlı borcu olubdu, köçüb gedib Ağdama. Mən də cənab nazirə, cənab Ağdamın başçısına müraciət eləmişəm. Cənab başçı sağ olsun ki, məni evlə təmin eləyib, hətta evimin sənədləri gəlib öz adıma. Evdə körpə uşağım var. Ağdam su idarəsindən gəlibdilər ki, bu su kəsilməlidir. Heç bir əlində məhkəmə kağızı olmadan. Mən də bildirəm ki, yoldaş müəllim, adını familiyanı bildirginə, sən kimsən? Bir sizi bilim, tanıyım, o da bana bildirir ki, bununla bağlı həm də əsas var. Bildirir ki, sən kimsən ki, mən özümü saat təqdim edeyim. Mən də bildirirəm ki, bu evin əvvəl kimin borcu varsa, müraciət edin məhkəməyə, aydınlıq gətirin, o verər, verməz, onun öz problemidir. Mən hansısa bir vətəndaşın yerinə borc pulu verəsi deyiləm su pulu. Mən vaxtında su pulumu aydına verirəm. Su idarəsinin işçiləri var, onlardan soruşa bilərsiniz, danışa bilərsiniz, görüşə bilərsiniz. Və həmən müəllim də bax, bu da oturdu, maşına getdi. Bana bildirir ki, sən kimsən ki, mən özümü sana təqdim edeyim. Mən xahiş edirəm dövlət orqanlarından, cənab nazirimizdən, cənab prezidentdən bu məsələyə aydınlıq gətirsin. Mən su pulumu vaxtında verirəmsə, bu traktoru gətirib bura, bu cəmaat içilər töküb bura. Bu suyumu niyə kəsməlidir? Gedək mən aparsınlar idarəyə, danışdırsınlar, hökumət var, dövlət var. Görsünlər bu suyun pulun hər ayda mən verirəm yoxsa yox. Niyə buradan köçüb gedin əvvəl evdə kiminsə borcu varsa, kiminsə bu borc kiminsə adınadırsa, mən Mamedov Xaliq Ziyəddinoğlu'na niyə istəməldilər? Niyə mənlə tələb eləməldilər? Haydi gəlsinlər ki, sən suyunu kəsirəm. Belə haqsızlıq olar. Haq var, divan var, dövlətimiz var. Xahiş edirəm, məsələyə bir aydınlıq gətirilsin. Su idarəsinin özün mavin kimi göstərib bildiyim, adını hələ də bilmirəm kimdir, nəçidir. Konkret məndə video çəkilişi var. Mən ona sual verirəm. Bana bildir ki, sən kimsən ki, özüm sana təqdim edeyim. Xahiş edirəm, bu haqsızlığa bir nətər deyirlər, qarşısı alınsın. Kiminsə su pulu mənim cibimdən ödənilməsin. Mənim büdcəmdən ödənilməsin. Mən kiminsə yerinə su pulu verəsi deyiləm. Mənim adımı yoxlasınlar, adımda olan borc varsa başda pulumu verəsiyim. Mən bundan boyun qaçımıram. Amma kiminsə yerinə pul ödəmək, bu məni narahat edir. Xahiş edirəm bu çəkilişimi aidiyyət orqanlara göstərəsiniz. Bu haqda bir tədbir görülsün. Roman əldə olsun borcu. Ben Mamedov Xaliq Ziyəddinoğlu. Əvvəlcədən 919 nömrəli evdə məndən qabaq Kuraman yaşayırdı. Onlar köçdü Ağdama, mən Ağdam dövlətçilərinə, cənab nazirə, cənab icra başçısına müraciət elədim. Məni evlə təmin elədi. Bu müəllim gəlib buraya deyir ki, sənin su pulu borcum var. Bu müəllimə sual verirəm. Mənim borcum var, yox, madem su pulum versinlər. Ben buna bildirim ki, müəllim, mən kimdən danışıram? Bunun hakkında video çəkiliş də var məndə. Bu müəllim bildirir ki, mənim hüququm bölmez. Sən kimsən ki, özümü sana təqdim edeyim. Onunla bağlı bu deyil, ama video çəkilişi məndədir. Xahiş edirəm, bu su idarəsi haqqında bir tədbir görülsün. Hafiz müəllim 200 minlik maşın sürür. 30 illik 40 illik həsrətə cənab prezident sağ olsun. Həsrətimizə son qoydu. Mən körpə uşağımla yığışacağım evdə. Adımda su pulu borcu varsa tələb eləsinlər. Xahiş edirəm, bu barədə bir tədbir görülsün. Mənim şikayətim bu müəllimdəndir. Hələ də özün təqdim eləmir, adım bilmirəm. Damatı töküb bırakır, su pulu borcum var, ödəginəm. Mənim adımda su pulu borcu varsa verin. Məndən əvvəl kimin adında su pulu varsa, kimin borcu varsa ondan tələb eləsin. Müəllim niyə məndən tələb eləməlidir ki, kiminsə borcunu mən verim? Belə qanun var, belə haqsızlıq olar. Xahiş edirəm, bu video çəkilişi, bu dövlətin haqqında, bunun haqqında bir tədbir görülsün. Gəlin məni şərriyi ki, su pulum verginlər. Dövlətin cəmaatı qarşı-qarşıya qoyur. Hələ də adım bilmirəm ki, adı nədir. Mən xahiş edirəm, əvvəl gəlin bana bildirəyim ki, bu evə yığışmacına borc var, mən də qəbul eləməyəydim. 4 ayda indi gəlib ki, sənin su pulu borcun var, verməlisən. Nə haqq mənim üzümə dirənib ki? Mən xahiş edirəm, çəkilişimi dövlət orqanlarına göstərin. Cənab prokuroruna göstərin. Başçımıza göstərin, Ağdam icra başçısına.
Görsün benim adımda borc var. Ben bu borcum varsa veririm, yoksa vermirəm. Bu evin adında Xahiş edirəm, bu müəllim bilmirəm kimdir. Bax, gelib Allah can sağ eləsin, gelib bura. Deyirəm, özünü təqdim elə, müəllim, mən kimdən danışıram? Sizin adınızı deyim, sizə müraciət edeyim. Bu deyir ki, mənim hüququm deyir ki, sən kimsən ki, mən özümü sağ təqdim edeyim. Xahiş edirəm, belə qanunu bilməyən, nə bilim, bəlkə də adın yaza bilmir, belə şəxslər haqqında xahiş edirəm, bir tədbir görülsün. Çox xahiş edirəm, məni bu çəkişimi aidiyyəti olan orqanlara göstərəsiniz.